Deyirlər ki, bizim Şambulda doğulub yaşayan, hal-hazırda həyat tərzini Bakıda keçirən İbrahim kişi, Cəvharat ana görəsən oğlu Ramazanın toyunu nə vaxt eləyəcək? Biz orada necə iştirak eləyəcək? Bu arzularla, bu istəklərlə demək bu günü gözləyənlər olub. Ancaq onların hamısından çox ata, ana öz balasının sevincini, xoşbəxtliyini gözləyirdi. Allah bu günü qismət elədi. Xahiş edirəm İbrahim kişi, yaxına gələsən, nişanlınla birgə. Cəvharat xanım hanı? Cəvharat ana, buyurun siz də yaxına gəlin. Mən Əli Ruqiyə xanımın atası keçmiş polis, rəhməti İsmail kişinin oğludur, mən ailəni yaxşı tanıyıram. Allah Pəri xanıma, onun həyat yoldaşına, Ruqiyənin anasına qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun, ruhları şad olsun. Nə etmək olar? Talihin hökmü buymuş. Çox biri-birinə sadiq, çox biri-birinə mehriban insanlar idi olar. Ancaq amansız əcəl Pəri ananı əlimizdən aldı. Biraz bundan öncə hər yer işıq idi, indi qaranlıqdır. İbrahim var mı? Bu qaranlığın qabağını alıb işıq eləyə bilən? Yoxdur da. Bu talihin hökmüdür. Allah rəhmət eləsin. Əli kişiyə Allah can sağlığı versin. Qoy balaları pərvaz etdikcə, o məsuliyyəti dərk etdikcə, çəkdiyi zəhmətlər onun ailəsinə, balalarına uğur, sevinç, xoşbəxtlik bəxş eləsin. Deyirəm ömrünüz, gününüz ötsün kədərsiz. Hamının nəsibi səadət olsun. Atanın, ananın arzusudur toy. Cəmi subaylarınıza toy nəsib olsun. Sizi təbrik eləyirəm. Göz aydınlığı verirəm. Dünyanın ən şirin neməti can sağlığı, uzun ömür və ailənizə ilk və son deyim ki gəlin olsun Ruqiyə xanımın gəlişi. Gəlişi ilə ruzi, bərəkət və sizə uğur sevinç bəxş eləsin. İndi eşidək, oğul toy görüb, gəlin gətirən atanın bugünkü ürəyindən keçən arzuları istəyi. Buyur. Nə deyirəm, Allah onları xoşbəxt eləsinlər, birimizdə başa düşən olsunlar, çox mübarək olsun, oğul uşaqlı olsunlar. Hə, ana ürəyi dəryalardan dərin olur. Bakılı, Şambulu, Cəvharat ana, eşidək. Çox sağ olun, mən də öz balamı təbrik edirəm, xoşbəxt olsunlar, oğullu qızlı olsunlar, birinci, axırıncı, böyüklərinin hörmətini sayanlardan olsun, böyük kiçik tanıyanlardan olsun. İnşallah, təbrik edirəm ikinizi də, öpürəm balalarım, oğullu qızlı olun. Çox sağ olun. Təşəkkür edirəm. Yox, görünür bugündən Ramazanda ata, ana məhəbbətinə böyük ehtiram var ki, bugün ailəyə gələn, demək, gəlin libasına gələn Ruqiyə xanımı böyüklərə qayğı, ehtiram ünvanında ucaldır. Allah axıra kimi daim eləsin. Və qəşəng musiqi səslənəcək, valideynlər rəqsə gələcək və yalnız bu sağlıq savaşda olacaq. Bundan sonra savaş olmayacaq. Ha!
için Cumhuriyetçe. Getdik qabaq söyle. Yes. بسشر أبرا دخار الرعبي تدهم دين وشو ككهرو دكلام بسشر أبرا دخار الرعبي تدهم دين وشو ككهرو دكلام غورو غورو تسحي سمها بولب يغو يغو روكي كوميرك جو غورو غورو تسحي سمها بولب سماها بولد یگا یگا رو میکنی رک جون گورو گورو بیزحی سمها بولد Ben bir daha xahiş var, onu yerine yetiririm. Ancak ben size xahiş ederim. Demin adam azdı, vaxt var. 12-15 dəqiqə işləmiş, gəlib boğazımı üzəcəklər. Xahiş ederim, mən düz başa düşün. WhatsApp, ümum usul muzika başın. Eyvallah. Az qala özüm oynuyordum. Çok sağ olun. Allah xoşbəxt eləsin. Gələcəyiniz uğurlu, mənalı olsun. Deyir, ana həyattırsa, Şamil kişi, ata işıqdır. Oğul arxadırsa, qız yaraşıqdır. Əlbəttə, hər bir valideynin ümidi arkası, sevinci gələcəyi, onların dünyaya bəxş etdiyi qızıldan qiymətli evladlarıdır. Yəni, Ramazan bəyin, Ruqiyə xanımın qardaş, bacı dünyasıdır. Mən bugünkü gündə, yeri gəlmişkən deyim, foto xidməti də var. Bayaq unuttum, üzr istəyirəm. Foto xidmətindən istifadə etsəniz, bu toydan bir xatir olar. Demək, Ramazan bəyin 2 bacısı var. Mən Aksananı, Fatmanı təbrik eləyirəm. Aksana ailəlidir. Ömürgü yoldaşı Hudul qardaşla birgə. Hudul intisamlı oğlandır, qayğıkeşdir. 2 tale onlara evlad bəxş eləyib,
Məhəmməd və Murad. Arzumudur ki, onların da şirinliyini görəsiz. Eyni zamanda deyim ki, Ruqiyyə xanımın da 2 bacısı var. Şəmsiyyət və Eminət. Mən onları da təbrik edirəm, göz aydınlığı verirəm. Yaxına gəlsinlər. O cümlədən Aksana, Hudul, Fatma da və bu ailədə yeganə Quda ünvanı yaşayır. Aksana xanımın şəxsində. Demək, Hudulun atası Məhəmməd kişini də, anası Nəzmiyyət, ananı da mən yaxına dəvət edirəm. Xahiş edirəm, yaxına gələsiz. Deyir, qohumların bəzəyisən bəzəyi, bir budağın özəyisən özəyi. Qohum kimi əbədisən əbədi, mənim qayğıkeş qudam, mehriban qudam. Hudul buradadır mı ata-ana? Hə, buradadır da. Məhəmməd kişi. Movzan Niqasov sen gidi Karabağ. Buyurun. Mən xahiş edirəm, adları çəkilən adamlar demək vaxtında yanıma gəlsinlər. Qardaş, xoş gördük. Bir daha təbrik edirəm. Uzun illərdir aramızda səmimiyyət, şirin salam-əleyk var. Bu gün bir Quda kimi səni təbrik edirəm. Fəxr elə bilərsən ki, Hudul kimi intisamlı oğlum var. Ramazan, xoşbəxt dövəyi, yağla çadaq her şeyi, mücad amal çok iyi, akıl çok iyi, mücad görmüşüm aile daimi beyi ve abadühül beyi. Sağ ol. Nişanlın ana. Ha, Aksana. Aksana, yaxına gəl görüm. Hə, gözəl qardaşım, Allah səni xoşbəxtlərin xoşbəxti eləsin. Amin. Fatma. Allah xoşbəxt eləsin. Amin. O cümlədən Şəmsiyyət və Eminət. Xoşbəxt olun. Xoşbəxt olsunlar. Çox sağ olun, təşəkkür edirəm. Gəlin, bacılarda mən üzr istəyirəm. Hər halda Quda bir yerdə sizdən ayırmadıq onları, daha şirin çıxsın. Gəlsin tərəkəmə rəqsi. Bay maşallah, zövquna bərəkallah. Eşq olsun, başım bizi.
حيرنا خير عقل وبصارة بوسد وطا قول بصلاة يوتنا كوبيا حيرنا خير عقل وبصارة بوسد وطا قول بصلاة يوتنا كوبيا بخبط عادي من خلخدوسا وبكرك صارك وليا بخبط عادي من خلخدوسا وبكرك صارك وليا Bu dağlarda kar olmaz, heyvan olamaz, nar olmaz. Bu dağlarda kar olmaz, heyvan olamaz, nar olmaz. Bir güzeli sevmişem, ondan güzel yar olmaz. Bir güzeli sevmişem, ondan güzel yar olmaz. عرنا شخو بالتا شالو قلبي راس محاربة معه وختمنا عرنا شخو بالتا شالو قلبي راس محاربة معه عدو بيدان نغدا دخل خورما شاني بخاران دسا وهارب حكي عدو بيدان نغدا دخل خورما شاني بخاران دسا وهارب حكي هيا سر عدل عمرك وعشق أميخة ويك أنا دي صدقة خالي خاصية بنتي نقير مع الله ومخيط تجيش زي دامو اوه برال شعر برال اوه برال صيحة برال اوه برال شعر برال اوه برال سحر برال هيا
Suudiye sağ ol. Sağ olun, çok sağ olun. Allah razı olsun. Teşekkürler. Çok sağ olun. Həmişə bir-birinizə can deyib, can eşidərək qohumluğun zirvəsini balalarınızın gələcəyində yaşatmaqla Allah sizə can sağlığı qismət eləsin. Bəli, məclisimiz davam edir. Mən bugün qardaş ailəsində belə bir uğur, belə bir sevinç yaşadan əmləri tərənnüm eləyirəm. Deyir qardaş, sözü budur, ata babanın. Xalqa çək, xalqdan kənarda yük çəkəndən olma. Bacarsan işıqsız gözlərə nur ver, işıqlı gözləri tökəndən olma. Əgər insanın qeyrəti, namusu, vicdanı varsa, düşüncəsi, gözləri pisi, yaxşını, ağı qaranı seçirsə, qəlbi də təmiz olmalıdır. İnsanlığı yaşatmalıdır. Mən bu baxımdan istəyirəm ki, Ramazan bəyin yeganə əmisi Hacı Mahma əminin şərəfinə qeyd edeyim. Ömürgü yoldaşı İkramat bacı ilə birgə onlara göz aydınlığı verim, can sağlığı arzuluyum. Oğlu Şamil bizim kollegamızdır. Gözəl mahnılar ifa etməklə toylara, düğünlərə şirinliyi bəxş eləyir. Ailəlidir, özü də buradadır. Meysərət xanımla birgə mən ona can sağlığı, evlat toyu görməyi arzuluyuram Şamil. Və sənin qayının da, Meysərətin qardaşı Şamil də demək Qarabağ döyüşlərində iştirak eləyib. Allah onun canını sağ eləsin. Qeyrətli oğullarımızla fəxr edirik və gələcəkləri uğurlu olsun. Həmçinin əmi oğlu Kamili ömürgün yoldaşı Nailə xanımla birgə alqışlayıram. Hacı Mahma kişi buyurun. İkramat bacı ilə birgə gəldi, ilgə çatdı sizin meydana. Bilirəm Rus, Gürcü, Avar, Çaxur, sən bilməyən dil, sən bilməyən mahnı yoxdur. İndi səndən danışmaq çətin. O qasov sən gidi xar. İnsana lazımdır birinci can sağlığı. Allah onlara uzun ömür can sağlığı versin. Xoşbəxt olsun, oğlu uşaqlı olsun. Ürəyinizdə nə muraz var, Allahın köməyi ilə onları muraza çatdırsın. Sağ ol. Allah xoşbəxti bu gidir vas. Mum gidir nusayge. Oğlu uşaqlı irəgi ya Rabbin Allah. Sadaqın her şeyi, öyle bir can ömür geygi ya Rabbin. Kızan kurbatı nasip yegi ya Rabbin. Şamil, sən nə qədər uzaqda duracaqsan? Modi çem tənə qasov. Ramazan, assalamu alaikum. WhatsApp. Təbrik olsun, qulaq xoşbəxtdir Allah. Elə bilirdim danışmaq asan məsələdir. Oxumağa nə var ki? Şamil, bir mahnı oxuyacaqsan, yoxsa rəqs eləyəcəksən? Hə? Ki, bu yükünü oxumayan qırmızı köynək mənim nəyimə lazımdır? Hə, getdik, buyurun. Hacı Mahma kişi, nişanlınla birgə buyur meydana. Bəh, bəh, bəh!
Bir dakika. Yakına gel. Bir dakika. Şambul kəndində yaşayan bütün əhali xahiş eləyib ki, bir mahnı ifa eləyəsiniz. Yaxşı, bircə. Ha, Şami, sən nə olur? Sən nə olur? Nerisin ki hay bakhi bugo durulma Çanlık geçen geçti bugo duruşulhu Çarab hecir bugo ya say regli ha Hunu in'a dayman